Jack, sən buradan xırdalana necə gedəcəksən? Yox, Roza, mən gedə bilməyəcəm. Maksimum neftçilərə qədər üzə bilərəm. Bəs sonra? Sonra ümid edirəm taksi qayıq çağıraram. Hər kəs salam. Bugünkü videom Bakı şəhərinin yağışdan sonra sular altında qalmasından olacaq. Təkcə bir yağış Bakını bu günə qoydusa, başqa şeylər Bakını yer üzündən silər. Əvvəlcə video like atın, kanalıma abunə olun, sonra isə bu olanlar haqqında yorumlarınızı bildirməyi yaddan çıxarmayın. Deniz, danış deniz, dalgalarla danış deniz. Geç sahil. Başda olan keçidlər də su bastı. Hele evləri görəsiniz. Nə qədər TikTokda canlı açıb evlərin içini göstərən insanlar var idi. Evlərin yarısından çoxu su ilə dolmuşdu. Belə evlər 10-15 dənə deyil idi. 100-ə yaxın belə evlər var idi. Hətta bəlkə də daha çox. Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gültəkin Əsgərova küçəsindəki vəziyyət gördüyünüz kimidir. 1 metrdən çox su onlarla mənzilin içinə dolub, məişət avadanlıqları sıradan çıxıb. Evimizdə уже 4-5-ci günə keçir də bu gün belənçinə. Bura qədər suyun içindədir evim. Evdə heç nə ələ gələsi deyil. Yəni özünüz də görürsünüz, hələ bu heç nədir. Mətbəxim, təzə aldığım xaladenik, paltar yuyan, yataq mebelləri, koridor mebeli, yəni bildiyiniz hamısı suyun içindədir. İnşaatçılar metrosunun qarşısında maşınlar üzür avazıdır. Bu cür hadisələrdən özünü 100% sığortalamaq mümkün deyil. Hər halda biz belə hadisələrə hazır olmalıyıq, təşkilatlar. Biz əməkdaşlıq edib müəyyən tədbirləri görmüşük. Amma eyni zamanda zəif yerlərimizi də müəyyən etdik, zəif yerlərimizi də gördük. Yəqin ki, bu deməli, axşam yığışıb biz mövcud vəziyyətini təhlil edib bəzi tədbirləri reallaşdırmalı olacaq. Yenə maşınla evləri düzəltmək olar. Küçədə olan heyvanları fikirləşən yoxdur. Əgər maşının yarısına qədər o qədər su basıbsa, itlər də maşın qədər olmadığına görə bu yağış bir çox heyvanların ölümünə səbəb oldu. Hər nə qədər buradakı itlər sonradan qurtarılsa da, küçədə olan bir çox heyvan öldü. Çox sağ olsunlar heyvanlara kömək edib qurtaranlar. Bir də ki, heyvanlara kömək səhifəsi var, Instagram səhifəsi. Kömək etmək istəyənlər üçün adını burada paylaşıram. Сейчас очень лейсан, сейчас начинается фортуна. Будьте осторожны, завтра детей на улице не пропускайте, пожалуйста. Сейчас ildırım çakır. Ildırım, пожалуйста, сейчас göydən ildırım çakır, по-русски не знаю. Sabahla bizim əliyyat çayımız var. O daşa bilər. Belə getsə evdə yatan yerdə suyun altında qalıb boğulub öləcək.
Bir çox insanların əməyi ilə qazanıb aldığı mebellər, evlər hamısı məhv oldu. İnsanlar o qədər də onsuz da maaş ala bilmirdi. Aldıqları maaşlarından qazandıqları əməklərlə aldığı mebellər də məhv oldu. 4 gündür bu vəziyyətdəyik. Heç kəs gəlmir. Heç nə dostlar, day deyəcək söz tapa bilmirəm. Video buraya qədər idi. Videonu bəyəndinizsə videoya like atmayı, kanalıma bəyəndinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın və ürəyinizdən keçən bütün yorumları yaza bilərsiniz. Video buraya qədər idi. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.